yəni qiymətləndirməyə hələ baxmamışam. Yəni 11-ci günə hazırlayıram. Hə, differensial təlimi. Amma gələn dərs, birinci gün daha dərsimiz olmayacaq da, bugün keçəcəm sizə. Differensial təlim nə idi? Ümumiyyətlə, differensial təlim deyəndə nə nəzərdə tutulur? Demək, eyni sinifdə, eyni təlim mühitində müxtəlifliyin nəzərə alınmasıdır. Burada fərqli metodlarını şagirdlərin demək, əsas məqsədə çatdırmaq idi da əsas. Yəni, eyni sinif daxilində şagird müxtəlifliyinin nəzərə alınmasıdır. Differensial təlimdə şagird xüsusiyyəti var idi. Xüsusiyyətlər var idi. Yanlış xüsusiyyətləri soruşursunuz, eləmi? Yox, yanlış yox. Deyirəm ki, şagird xüsusiyyətləri var idi. Deyir, şagirdin hazırlıq səviyyəsi. Şagirdin hazırlıq səviyyəsi orada yazılır. Şagirdin hazırlıq səviyyəsi, marağı, öyrənmə. Deyir, öyrənməsinə, intellektinə, qavranmasına, təlim nəticələrinə görə və s. bunları demək, onların ehtiyaclarına uyğun olaraq planlaşdırmalıyıq dərsi. Siz mənə deyin görüm, differensial təlimdə aspektləri və yaxud da ki, komponentləri nələrdir? Komponentlərin? Aspektlər və yaxud da ki, komponentlər. Bildim nəyə soruşdunuz. Biri məzmundur. Bəli. Müəllimin idi. Bu deyir, şagirdləri burada Bloom'un müxtəlif taksonomiyasına, demək, taksonomiyasının mərhələsinə uyğun olaraq qurmaq lazımdır. Şagirdlərin, demək, nəzərə almaq lazımdır da öyrənmə tərzlərini. Bəli. Ümumiyyətlə, deyir, sualları hazırlayarkən Bloom taksonomiyasının bütün mərhələlərinə uyğun suallar hazırlamaq lazımdır ki, şagirdlər həmin məzmunu aid tapşırıqları icra edə bilsinlər. Daha sonra proses və nədir? Proses şagirdlər üçün düzgün qurmaq lazımdır ki, onların intellektlərini, öyrənmə tərzlərini nəzərə almaq lazımdır burada. Həmçində şagirdlərin marağını və yaxud yəni burada qrup şəklində, fərdi cütlərlə bu kimi keçirmək lazımdır. Nəticə bəs? Prosesdə kimin fəaliyyətidir? Şagird fəaliyyətidir, yoxsa müəllim fəaliyyətidir? Prosesdə müəllim qurur da dərsi. Bəli, müəllim. Amma şagirdlərin marağını nəzərə alır. Daha sonra nəticə nə idi? Daha sonra nəticədir. Burada şagirdlərin əldə etdiyi bilik və bacarığa görə demək, necə mənimsədiyini göstərir burada. Bax ki, biz öyrədirik, daha sonra deyirik ki, get öyrəndiyinə əsasən esse yaz, layihə qur. Burada şagirdlərin təqdimatı əsas olur. Şagirdlər təqdim edir onu bizə. Bəli, bu əsaslanır, nəticə qiymətləndirmə aparılır. Qiymətləndirmə deyir, formativ, summativ. Bunların nəticəsinə uyğun olaraq hər şagirdlə əks əlaqə qurulur. Yəni, ayrı-ayrılıqda çətinlik çəkilən mövzularla bağlı uşaqlarla bir daha işləyirik, rəy veririk, konstruktiv rəy veririk. Daha sonra skafoldinqlik böyük anlayışdır, yoxsa diferensiallıq? Skafoldinq böyük anlayışdır. Bəli, diferensial təlim skafoldinqin içərisində yer almış olur. Bəzən sual kimi verirlər, testlərdə falan qarşınıza çıxacaq. Daha sonra, ümumiyyətlə, deməli, diferensial təlimin üstün cəhətləri nələrdir? Deyəbilirəm ki, burada yalnız sağlamlıq imkanları məhdud olan şagirdlər nəzərə alınır. Xeyr, bütün şagird nəzərə alınır. Bəli, bütün yəni, biliyi, bacarığı yüksək olanlara biz yüksək tapşırıq, yəni daha çətin tapşırıqlar, zəiflərə isə daha biraz, yəni onların səviyyəsinə uyğun tapşırıqlar veririk və qrupları da ona görə müəyyənləşdiririk. Bəli, yox, qrupları ümumiyyətlə müəyyənləşdirərkən yüksək və yaxud da ki, zəif şagirdləri bir qrupa yığmırıq da, şagird müxtəlifliyini nəzərə alırıq. Belə,
Diferensiallaşma da budur ki, eyni mühitdə şagird müxtəlifliyi nəzərə alınır. Məzmun budur ki, şagirdə ötürülən məzmundur. Bu zaman taksonomiyanın müxtəlif səviyyələri nəzərə alınmalıdır, mərhələlər. Prosesdə müəllimin fəaliyyətidir. Nəticə, bizim ona təqdim etdiyimiz, yəni deyək ki, tapşırığı və yaxud da ki, mövzunu şagird nəticədə bizə qaytarır. Burada nəticə hissəsində də şagird fəaliyyətindən söhbət gedir. Qiymətləndirmə də ki, adından göründüyü kimi əks əlaqəli. Həm burada şagirdlər arasında ola bilər, həm şagird özünü qiymətləndirə bilər, həm də müəllim tərəfindən də qiymətləndirmə keçirilir. Belə. Sevinç müəllimə qiymətləndirməyə amma baxarsınız, bu günləri yəqin ki, summativi də verəcəm sizə. 3-cü gün olacaq da dərsimiz onsuz da vaxt var. Baxa biləcəksiniz. Keçək. Rəngiz müəllimə, buradasınız, gəldiniz. Rəngiz müəllimə, gəldiniz. Günay müəllimə, o zaman sizlə davam edək. İstəyirsiniz, siz də dərsə girəcəksiniz. Kim dərsə girəcəksə, o müəllimlərlə davam edək birinci. Reyhan müəllimə, buyurun. Axşamınız xeyir, necəsiz müəllimə? Mənə deyin görüm, qiymətləndirmə nədir? Qiymətləndirmə şagirdlərə verilən dövlət tələbidir də, şagirdlərin qabiliyyətinə verilən dövlət Qiymətləndirmə nədir? Biz qiymətləndirməni niyə aparırıq? Qiymətləndirməni aparırıq. Əsas məqam nələr üzə çıxır? Şagirdlərin qabiliyyəti, səviyyəsi, bilik dərəcəsi çıxır. Müəllimə, axşamınız xeyir, bağışlayın. Aha, gəlmişsiniz. Qiymətləndirməni birinci gün soruşmayacaqdınız. Birinci gün dedim, axı ki, dərsi buram. Birinci gün sizə bu gün. Yaxşı, mən elə bildim, qiymətləndirməni səhər göstərir. Necə? Mövzunun nə dərəcədə qavraması, nə dərəcədə yerinə yetirməsi buna görə verilir. Nəticədir də, qiymətləndirmə nəticədir. Əsasında həm müəllim şagird fəaliyyəti haqqında, həm şagird öz fəaliyyəti haqqında, həm valideyn övladı məlumat əldə edilir. Nəsə telefonunuzdan xış-xış gəlir. Daha sonra mənə deyin görüm qiymətləndirmə neçə növü var? Tap-tap gəlir. Reyhan müəllimə, sakit saxlayın telefonu. Qiymətləndirmə milli, beynəlxalq, bir də məktəb daxili. Məktəb daxili özü 3 qrupa ayrılır. Diaqnostik, summativ, Hansı normativ. qiymətləndirmədir ki, deyirəm ki, bu qiymətləndirməyə əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzərində vəziyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə aparılır. Lakin məktəb daxili qiymətləndirməyə təsir etmir. 5 ildən bir təhsil institutu tərəfindən keçirilmiş olur. Tədqiqat xarakterlidir. Söhbət hansı qiymət? 3-5 ildən bir keçirilən milli qiymətləndirmədir. Daha sonra bu hansı qiymətləndirmədir ki, deyirəm ki, deməli, ölkələr arasında inkişaf perspektivini izləyir, cəmiyyətin inteqrasiya prosesidir. Bu beynəlxalqdır. Aha. Bəs yekun attestasiya olur? Kamil olunur. Şagirdlərə də müəllimə. Hansı şagirdlərə, neçə tip şagirdlərinə kamil olunur yekun attestasiya? 9-11-dir, yekun. Bəli, deyin də 9-11 siniflərə kamil edilmiş olur. Qiymətləndirmə prinsiplərini deyin. Obyektivlik, etibarlılıq, uyğunluq. Bu hansı idi ki, deyirəm ki, belə deyə bilərik ki, müəllim hansı demək, məzmun standartlarını müəyyənləşdirir. Məsələn, summativ qiymətləndirmə ona əsasən deyək ki, Bu uyğunluqdur da.
Bəli, bu məqsəd hazırlanmalıdır. Suallar mövzuya uyğun hazırlanmalıdır. etibarlılıq nə idi dedik? Bu, deməli, şagirdlərin nəticəni əldə etməsi ilə eyni nəticəni. Məsələn, birində tutaq 90-dır, o birisində 70-dirsə, bunda etibarlılıq pozulmuş olur. Əgər olduğu kimi yüksək qalırsa, onda Müəllimə telefonundan da xır-xır xırıldayır. Deməli, daha sonra Reyhan müəllimə dedik, bəs ədalətlilik nədir? Telefon niyə belə xuş-xuş gəlir? Digər müəllimlərə gəlmir. Bax, tap, hər səs tap. bilmirəm müəllimə. Ədalətlik nə? Dadından da göründüyü kimi. Ədalətli qərar verməkdə də burada ədalətlilik əsas olmalısınız. Bərabər imkanları nəzərə almalısınız. Ay sən deyək ki, direktor qızı, direktorun oğlusan, buna əsasən götürülməz olmaz. Bilməm, sən valideyninlə problemin var, ona görə sənə bir 2 yazım, olmaz. Yəni, şagirdlərin bilik, potensial, bacarıq səviyyəsi nədir, ona əsasən qiymətləndirmək lazımdır. Reyhan müəllimə, telefonunuza nəsə bir əlac edin. Həqiqətən də səs çox pic gəlir. Mənə deyin görüm, deməli, məqsədi nədir? Bu da yağış ola bilsin, yağışa görə internetdə problem var. Həmişə belədir. Bugün pis oldu. Dedim ki, diaqnostik qiymətləndirmənin məqsədi nədir? Diaqnostik sinifdən sinifə uşaq keçdikdə, ilin əvvəlində ilkin mərhələdir də burada ilkin diaqnoz qoyulur şagirdə. Onun səviyyəsi araşdırılır. Sağ olun Reyhan müəllimə. Ayşə müəllimə, buyurun zəhmət olmasa. Kim çıxacaqsa müəllimlərdən Rühəngiz müəllimə, siz, Ayşə müəllimə, Cünay müəllimə. Müəllimə dinləyəcəyimi qurbansın. Mən dinləyəcəyim. Təqdir etdim. Ha, yaxşı. Rühəngiz müəllimə, buyurun, oxumusunuz. Kim oxuyub ümumiyyətlə? Bugün niyə beləsiz? Müəllimə, bugün həqiqətən Allah bilmirdim bugün bu dərsi verirsiniz. Mənim də müəllimə soracaq. Yaxşı, Səidə müəllimə, buyurun, siz də əl qaldırmısınız. Bəli, müəllimə. Aha, siz mənə deyin görün, qiymətləndirmənin məqsədi nədir? Digər müəllimlər səsləri bağlayın. Qiymətləndirmənin məqsədi nədir? Biz bunu hansı məqsədlə aparırıq? Qiymətləndirmənin məqsədlərini sayım da, müəllimə, onu sorulursunuz. Yox, bax, qiymətləndirmə nədir? Qiymətləndirmə bizə nə verir? Qiymətləndirmə burada belə deyək də, təhsil alanların bilik və bacarıqlarına qoyulmuş bir dövlət sənədidir. Burada deyir, qiymətləndirmə aparılan zaman, yəni 3 prosesdə gedə bilər də. Yəni bunu necə deyib, şagirddə deyir, qiymətləndirmə aparılan zaman şagird artıq öz güclü və zəif tərəflərini bilir və yaxud da müəllim şagirdi qiymətləndirən zaman artıq şagirdin zəif tərəflərini artıq burada yəni çatışmazlıqlarını bilir. Ənənəvi yanaşmada qiymətləndirməyə necə baxılırdı, indiki yanaşmada necə? Ənənəvi yanaşmada yəni müəllim burada şagirdi qiymətləndirən zaman dərsin elə bir sonunda qiymətləndirirdi. İndi qiymətləndirən zaman isə yəni burada necə deyim, o dərsin ortasında da, əvvəlində də, yəni sonunda da qiymətləndirə bilər. Həm də məsələn, şagird 5 almaq üçün, bugün mən 5 almalıyam, 5 aparmalıyam ev. Qiymətim 5 olmalı. Yəni, mən alacam baxırdı. İndi isə hansı biliyə bacarığa yiyələnir? Biz onu qiymətləndiririk. Məsələn, ənənəvi yanaşmada qiymətə fikir verilirdi. İndi isə şagirdin əldə etmiş olduğu biliyə bacarığa deməli, əsaslanır. Niyə belə səs başım çıxmadı? Daha sonra Səidə müəllimə, siz mənə deyin görüm, qiymətləndirir müxtəlif siniflər ayrı-ayrı fənlər üzərində inkişaf perspektivinin izlənməsi üçün tədqiqat xarakterlidir. Bu ayrı-ayrı siniflər, fənlər üzrə bu milli qiymətləndirmə deyil. Bu qiymətləndirmədir. Bu hansı qiymətləndirmədir ki, təhsilə yekun vurur?
Təhsilə yekun vurursa bu da attestasiya qiymətləndirməsi var. Bəli, attestasiya beynəlxalq qiymətləndirmə nədir? Beynəlxalq qiymətləndirmə bu ölkələr arası olan qiymətləndirmədir, yəni geniş spektrli qiymətləndirmədir. Burada nə baş verir? Ölkələr arasında inkişaf perspektivini müəyyənləşdirilir. Siz mənə deyin görüm, qiymətləndirmənin prinsipləri hansılardır? Qiymətləndirmənin prinsipləri uyğunluq, validlik və etibarlıq prinsipləri var idi. Deyin görüm, uyğunluq nədir? Uyğunluq prinsipi dedikdə burada müəllim yəni şagirdə deyir, yəni keçəcəyi mövzu ilə bağlı tapşırıq verməlidir də. Məsəl üçün ismi sifəti keçib sonra feildən bağlı, yəni belə tapşırıqlar verməməlidir də. Yəni müəllim şagirdə onu qiymətləndirməliyəm. Yəni kənara çıxmamalıyam. Əladır. Bəs ədalətlilik nə idi? Ədalətlilik, yəni burada şagirdin məsəl üçün belə deyək də, o dərsin əvvəlində bir neçə belə deyək də, o tapşırıqlar verir. Yəni burada şagirdin göstəricisi 90% isə və onu bir neçə ay həmən tapşırıqları şagirdə verirsə, bunun göstəricisi, yəni belə səviyyəsi 50% belə aşağı və yaxud da 60% belə olarsa, burada artıq etibarlılıq pozulur da, yəni pozulmuş olur. Bəli. Məsələn, deyək ki, tapşırıqları mən 2 həftə sonra işlədirəm. Görürəm ki, məsələn, 90 ala şagird gəldi, aldı 60. Deməli, burada etibarlılıq pozulub. Ədalətlilik nə idi dedik? Ədalətlilik, yəni burada qiymətləndirməni soruşursunuz da, müəllimə qiymətləndirmə şagirdlərdə necə, yəni ədalətli şəkildə aparılmalıdır, yəni bura qərarsiz şəkildə yanaşılmalıdır. Yəni müəllim şagirdə qiymət verən zaman, yəni tanışındır, qohumundur deyə qiymət verməməlidir. Onun bilik və bacarıqlarının nailiyyətinə uyğun qiymətləndirməlidir. Mənə deyin görüm, deməli qiymətləndirmədən hansı qiymətləndirmədir ki, beynəlxalq qiymətləndirmədən söhbət gedir. Deyirəm ki, funksional savadlılıq burada yer alır. Olaraq oxu, və riyaziyyat elmləri üzərindən aparılır. 15 yaşlılar arasında. 2 dəfə 2000-ci ildə aparılmışdır. Bu, müəllimə, PISA-dır deyəsən, o 3-cü olan qiymətləndirmə. PISA-dan söhbət gedir. Bəs PIRLS nədir? PIRLS qiymətləndirmədə burada elə bir beynəlxalq assosiasiya tərəfindən keçirilirdi. 2001-ci illərdə keçirilibdir. Burada elə bir 4-cü siniflərdə oxuyub və mətni anlamaq, yəni bilik bacarıqlarını üzə çıxartmaq idi. Yəni bu da 5 ildən bir aparılırdı. Bəli, oxuyub anlamaq bacarığını 4 ildən bir, 5 yox. Yox, doğrudan 5 ildən bir 4-cü siniflərdə, düz dediniz. Deməli, o da necə 4-cü siniflərdə? 4-cü sinifdə oxuyub anlama bacarığı yoxlanılır. Daha sonra 9-cu sinifdə baxılır ki, şagirdin bilik bacarığı 5 ildə necə dəyişir? Daha sonra neçənci ildə 2 dəfə keçirilmişdir? 1995-ci ildə işləvi keçirilmişdir. PIRLS. Daha sonra mənə deyin görüm, PISA-nı dedik, TEMIS nədir? TEMIS necə aparılır? Hansı bacarıqları yoxlayır? TEMIS daha çox təbiət və riyaziyyat fənləri üzrə aparılırdı. Burada 1995-ci illərdə deyəsən, burada 2 dəfə keçirilmişdi. Bu da ki, neçə ildən biri idi? Məncə bu 4 ildən biri idi. Elə bir 4-cü, 8-ci siniflər üçün aparılırdı. 4-8-ci siniflər arasında aparılmış olur. Diaqnostik qiymətləndirmə nə zaman keçirilir? Harda qeyd olunur? Nəticələri rəsmi qiymətləndirmədirmi? Burada rəsmi qiymətləndirmə deyil. Burada diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində ola bilər, bölmənin əvvəlində ola bilər, yarım ilin əvvəlində ola bilər. Sonra məktəbdən məktəbə keçdikdə, sinifdən sinifə keçdikdə və yaxud hər hansı bir müəllim, belə deyək də, yeni işə qəbul olmuş müəllim artıq gəlib burada dərs keçən zaman şagirdlərin bilik və bacarığını nümayiş etdirmək üçün, yəni əldə etmək üçün diaqnostik qiymətləndirmə apara bilər. Əladır. Diaqnostik qiymətləndirmənin məqsədi nədir? Yeni işə qəbul olmuş deyəndə ki, məsəl üçün, yeni məsələn məktəbə gəlir. Yəni, ilin ortasıdır, hər hansı bir müəllim
vakansiya ilə göndərirlər digər məktəbdə ehtiyac var. Bunun da dərs saatına ehtiyac var, göndərirlər. Və bu zaman müəllim sinifə yeni gəlib, şagirdlərin bilik bacarıq səviyyəsində bilmir və diaqnoz eləyir də bilir. Diaqnostik qiymətlendirmə keçirib onların ilkin olaraq səviyyəsini müəyyənləşdirir. Məqsədlərini deyək. Məqsədləri burada təlim məqsədini elə bir çevik dəyişikliyi aparmaq, sonra təlim strategiyalarından çevik dəyişiklik etmək, fərdi yanaşma, diferensial təlim, bilik və bacarıqların ilkin nümunəsi, təhsil prosesinin planlaşdırılması, sonra təlim strategiyaları müəyyən etmək. Biri də var idi, axırıncı yadımdan çıxdı. İlkin məlumat bazası. Diferensiallıq, fərdi yanaşma, daha sonra təlim strategiyalarına çevik dəyişiklik edilməsi. Məsəl üçün, bu günləri deyək ki, yeni bir bölmə keçirsiniz. Deyək ki, yeni bölmə keçərkən həmin bölmə haqqında ilkin şagirdlərin səviyyəsini müəyyənləşdirirsiniz. Yəni, bir növ diaqnostik qiymətləndirmə etmiş olursunuz. Qiymətləndirmənin konsepsiyaları hansıdır ki, deyirik ki, bu iki konsepsiya qiymətləndirmənin konsepsiyasına daxil deyil. Bu müəllimin qiymətləndirməsi idi, bir də deyəsən o qiymətləndirmə meyarı idi. Bəli, qiymətləndirmə meyarı və müəllim fəaliyyətinin qiymətləndirməsi. Meyar müəllim tərəfindən müəyyən olunur. Müəllimin fəaliyyətinin qiymətləndirməsi də, məsələn, deyək ki, 1-5 il bundan qabaq, 5 yoxsa neçə müəllimləri 8 il olmalıdır daha doğrusu. Diaqnostikə cəlb. İndi isə sertifikasiya Məsələn, bəlkə bugün sabah bunu da yığışdıracaqlar, başqa bir prosesə cəlb edəcəklər. Yəni, bu deyir, bilinmir. Müəllim fəaliyyətinin qiymətləndirilməsidir. Qiymətləndirmə meyarıdır ki, bu da müəllim tərəfindən müəyyən edilmiş olur. Daha sonra siz mənə deyin görün, bu qiymətləndirmə konsepsiyası neçənci ildə qəbul olunub? Qiymətləndirmə bu məncə 13 yanvar idi, 1995 idi, yoxsa nə idi? 2009-cu ildə. İllər düşmür sadəcə şudur. Belə, çox sağ olun Səidə müəllimə. Siz sağ olun. Daha sonra Günay müəllimə, buyurun zəhmət olmasa. Təsvirincə sənət Günay müəllimə var. Yoxdur deyəsən ki. Bax ki, bir daha soruşuram müəllimlər. Bu dərsdən sonra növbəti dərsə girən müəllim kimdirsə, onunla sual cavab edək. Yaxşı, başlayaq. Nərminə, buyur zəhmət olmasa. Tamam. Hər vaxtın xeyir olsun. Bir mənə görüm, qiymətləndirmə nədir? Biz bunu hansı məqsədlərlə aparırıq? Qiymətləndirmə müəllimi şagirdlərin burada zəif və güclü tərəflərini öyrənmək üçün aparılır. Məsələn, həm müəllim apara bilər, həm valideynlər burada məsələn, öyrənə bilirlər ki, yəni şagird necə oxuyur, sonra bilik və bacarığını üzə çıxardır da müəllimə. Ənənəvi yanaşmada qiymətləndirməyə necə baxılır, müasirdə necə baxılır? Ənənəvi yanaşmada müəllimə. Necə baxırdılar ənənəvi yanaşmada? Bax, biz də oxumuşuq da, ənənəvi ilə oxumuşuq. Bugün neçə almısan? Evə gələm. Hə, elə deyirsiniz müəllimə. Bəli. Bugün neçə almısan uşağa? İndi ənənəvi də belə idi. Müasir yanaşmada isə şagird hansı biliyə bacarığa sahib olub, hansı biliyi bacarığı əldə edib. Bəli. Daha sonra mənə deyin görüm, qiymətləndirmənin növləri hansılar idi? Qiymətləndirmə müəllimə növləri uyğunluq idi, etibarlıq idi, sonra başqa nə qaldırdı? Uyğunluq, bir də etibarlıq. Mən növlərini soruşurum. Növləri, müəllimə milli, beynəlxalq, məktəb, bir də yekun attestasiya. Yekun attestasiya. Bax, deyirəm ki, bu hansı məktəb daxilini demədiniz deyəsin. Bu hansı qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzərindən keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə aparılır, tədqiqat xarakterlidir, məktəb daxili qiymətləndirməyə təsir etmir.
Və təhsil institutu tərəfindən 3-5 ildən bir aparılır. Sadəcə yoxlanılır ki, şagirdlərin bilik bacarıq səviyyəsi hansı səviyyədədir, nələrdə dəyişiklik edə bilərik, nələri məsəl üçün əlavə edə bilərik, nələri. Məsələn, o millidir. Bəli, bu milli qiymətləndirmədir. Bu hansı qiymətləndirmədir ki, deyirəm ki, cəmiyyətə inteqrasiya prosesidir? Cəmiyyətə, bu beynəlxalq. Əlaçı. Diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə müəllimə, şagirdə burada yəni diaqnoz qoyda, burada zəif və güclü tərəflərini şagirdin öyrənirik. Məsələn, burada dərsin əvvəlində də aparıla bilər, sonra bölmənin əvvəlində də aparıla bilər. Aha, bəli. Məsələn, məktəbdən sinif də aparıla bilər. Nəticə harda yazılır? Nəticə şeydə yazılır da, gündəlikdə də yazılır, jurnalda da, gündəlikdə. Hansı gündəlikdə? Şagirdin gündəliyində də. Diaqnostik qiymətləndirmənin nəticəsi heç harda yazılmır. Sadəcə olaraq şagirdin portfoliyasında saxlanılır. Bir də müəllimin qeydiyyat dəftərində qeyd oluna bilər ki, bu uşağın səviyyəsi budur, digər uşağın səviyyəsi budur. Bal və yaxud da qiymət formasında olmur. Sadəcə müəllim, məsələn, 5 dənə sual tərtib edib test üstündən aparır, plus minus qoyur ki, məsəl üçün 5 sualdan 5-nin 4-ünə cavab verdi, 1-nə cavab vermədi. Nə bilim, 5 sualdan 2-sinə cavab verdi, 3-ünə cavab verdi. Belə. Daha sonra diaqnostik qiymətləndirmənin xarakteri xüsusiyyətləri hansılardır? Xarakteri xüsusiyyətləri mi? Yəni, diaqnostik qiymətləndirmə məqsədləri deyək. Ki, məqsədləri nədir? Məqsədi nədir? Orada müəllimə, sinifdə aparılan sorğular, onlar deyirsiniz. Bax, deyirik ki, təlim məqsədinə çevik dəyişiklik edə bilərik. Daha sonra ilkin məlumat bazasıdır, diferensial yanaşırıq, fərdi yanaşırıq, şagird haqqında ilkin məlumat əldə etmiş oluruq. Təlim prosesini dəyişiklik edilməsi. Məsəl üçün, deyək ki, bu günləri mən keçəcəm sifəti, heç bəlkə uşaq nitq hissəsinin nə olduğunu bilmir. Mən, məsələn, şagirdlərdən bir soruşuram ki, nitq hissələri nədir? Neçə hissəyə bölünür? Ona görə deyir ki, təlimə çevik dəyişiklik etmək. Görürəm, sifəti bilmir, məcburam ki, bunun nitq hissəsi nə olduğunu birinci başa salım ki, sonra bu sifətə gəlim də mən. Heç isim buraxıb burada, heç isimin nə olduğunu bilmir. Ona görə də deyir ki, ilkin məlumat bazasıdır. Təlim prosesinə çevik dəyişiklik edilməsidir, strategiyanın dəyişilməsidir, diferensiallığın nəzərə alınmasıdır. Daha sonra nə qaldı? Nərminə müəllimə. Beynəlxalq qiymətləndirmədən Pörlüsün məqsədi nədir? Pörlüs müəllimə, Pörlüsün məqsədi. Burada müəllimə oxu anlama keyfiyyətlərini xidmət edir. 4-cü siniflərdə əsasən müəyyənləşdirilir müəllimə. Bir də 5 ildən bir keçirilirdi. Bəli, 4-cü siniflərdə 5 ildən bir keçirilir. Həm də oxuyub anlama bacarığını yoxlamış olur. PISA bəs? Bir də 2001-ci ildə. PISA müəllimə. Buna biz nə deyirik? Funksional funksional savadlığı. Bəli, funksional savadlığı. Burada da 15 yaşlı şagirdlərin məncə oxu və yazı bacarığı, oxu və riyaziyyat elmi. Əlat. Həm də deyir nədir? Funksional savadlılıq, oxuyub anlama, riyaziyyat və təbiət elmlərinə əsaslanmış olur. Və bunun əsasıdır ki, funksional savadlılıq burada yer alır. Yəni, digərlərində 2 dənə yoxlanılan bacarıq, burada 3-ü də birləşir. Təkcə biri yoxlanılmır. Daha sonra, TIMIS hansı məqsədi daşıyır? TIMIS sınama riyaziyyat və təbiət elmləri idi. Burada sonra 2 dəfə 1995-ci ildə aparılmışdı. Aha, neçənci ildə aparılır? İl yox, neçənci siniflərdə aparılır? 4, 8 siniflər üzərindən aparılır. 4 ildən bir təşkil edilir. Daha sonra diaqnostiki də dedik, bunu da dedik. Prinsipləri də deyək.
Mən uyğunluq idi, etibarlıq idi, bir də ədalətlik. Aha. Bax, uyğunluq nədir? Uyğunluq mənimlə burada məsələn nə deyim, təlim məqsədinin məsələn uyğun şəkildə qiymətləndirmə. Aha. Necə uyğun şəkildə? Necə deyə bilərik bunu? Məsələn, summativdə məsələn nəsə öyrətmişiksə mən şagirdə. Aha. Deyək ki, 5 dənə mövzu keçmisiniz. Nərminə. Bəli. Qiymətləndirməniz də 5 mövzuya uyğun olmalıdır. Ondan artıq olmaz. Nə əksik olmaz, nə artıq olmaz. Bu 5 mövzunu əhatə etməlidir ki, məqsədə uyğun olsun. Bəli. Etibarlıq nə idi bəs? Etibarlıq da mən burada məsələn şagirdin məsələn faiz söhbəti var idi. Məsələn orada mən neçə faiz Summativ qiymətləndirmə keçir. Məsələn, uşaq toplayır 80 bal. Həmin o qiymətləndirməyə aid məsələn tapşırıqları bir həftə sonra da nəsə şübhələndirəm, götürüb verirəm ki, qoy yazsın. Baxıb görürəm ki, yaza bilmir. Deməli nə oldu? Etibarlılıq pozulmuş oldu. Belə, çox sağ olun. Nərminə müəllimə. Marifə müəllimə, buyurun, zəhmət olmasa. Bəli, axşamınız xeyir Arifə müəllimə. Axşamınız xeyir olsun əzizim. Deyin görün mənə qiymətləndirmə nədir? Biz bunu hansı məqsədlərlə aparırıq? Qiymətləndirməni deyim, Rüfani müəllim. Təəssüf mən diferensiyallamanı da təkrarlamamışam. Keçən dərs olmamışam. Diferensial təlimdə də olmamışam. Ona görə gələn dərs baxarsınız ondan. Qiymətləndirməni necə dediksiniz? Qiymətləndirmə nədir? Hansı məqsədlərlə aparılır? Qiymətləndirmə əvvəl şagirdlərin bilik və bacarıqlarının üzrə çıxarılmasıdır. İkinci, valideynlərin şagirdlər arasında uşaqlarında biliyi necə inkişaf etdirmək haqqında məlumat toplamaqdır. Üçüncü də müəllimlərin şagirdlər haqqında yenə onların bilik və bacarıqlarının əksik qalan tərəflərini və irəliləyən tərəflərini aydınlaşdırmaq məqsədi ilə keçirilir. Bəli, şagirdin məsəl üçün potensialı nədir? Onu üzə çıxarır, qiymətləndirmə əsasında. Həm burada şagird haqqında müəllim məlumat alır, həm şagird özü haqqında, həm də valideyn də məlumat. Mənim evladım hansı səviyyədədir, necə oxuyur. Daha sonra ənənəvi yanaşmada necə idi, müasir yanaşmada qiymətləndirmə necə? Ənənəvi yanaşmada şagird qiymət üçün oxuyurdu, qiyməti nəzərə alırdı, yəni axırda mən neçə alacağım. Ancaq indiki üsulda isə nə öyrəndiyini nəzərə alınır ki, şagird nə öyrəndi, hansı bacarıqları inkişaf elətdirdi, bu nəzərə alınır. Əlaçı. Daha sonra Arifə müəllimə, deyin görün mənə diaqnostik qiymətləndirmənin məqsədi nədən ibarətdir, hansı məqsədlərlə aparılır? Diaqnostik qiymətləndirmə ilkində dərs ilinin əvvəlində, bölmənin əvvəlində və yaxud da sinifdən sinifə keçəndə bu məqsədlə aparılır ki, əvvəlki bilik və bacarıqlarını təkrarlamaq məqsədilə. Yəni, şagird nəyi bilir, nəyi öyrənəcək, nəyi öyrədəcək o şagirdə, onu üzə çıxartmaq üçün aparılır. Bəli, ilkin məlumat bazasıdır. Tədrisə, deyək ki, tədris prosesinə dəyişiklik etmək üçün, istifadə etmiş olduğumuz stratejiya dəyişiklik etmək üçün istifadə edir. Yeni bölmə keçəndə köhnə bölməni təkrarlayırıq ki, görək uşaq köhnə bölməni, çünki bəzi elmlərdə bölmələr bir-birindən zəncirvari bağlıdır. Bəlkə bölməni bilməsə, yeni bölməni şagird öyrənə bilməz. Ona görə əvvəlkiləri təkrarlamaq lazım. Diaqnostik qiymətləndirmə bölmənin əvvəlində həmin bölmə ilə əlaqədar, məsələn, bir neçə sual verib şagirdin gələcəkdə keçmiş olduğumuz bölmə haqqında məlumat əldə edə bilər. Onsa bura qədər öyrənmişik də, bildirik ki, şagird azından çoxundan bundan əvvəlki bölmə haqqında öyrənir. Məsələn, sinifdən sinifə keçəndə 5-ci sinifdən keçibsə, biz 6-cı sinifin ilin əvvəlində təkrarladırıq. Sonra 6-cı sinifə başlayırıq. Daha sonra diaqnostik qiymətləndirməni hansı üsullarla apara bilərik? Başa düşmədim onu. Üsul, bakteri test üsulu ilə apara bilərik, şifahi şəkildə apara bilərik. Sinlə də apara bilərik, sinlə də şifahi də apara bilərik. Harada qeyd olunur onun nəticələri?
heç bir yerdə qeyd olunmur, ancaq müəllimin özünün xüsusi dəftərində qeyd edə bilər onu ki, şagirdin bilik bacarığının bir-birindən ayırmaq üçün. Aha. Bəli, həm də şagird portfoliyasında saxlanılmış olur. Daha sonra mənə deyin görüm qiymətləndirmə konsepsiyası neçənci ildə daxil qəbul olunub? 2009-cu ildə. Qiymətləndirmə konsepsiyasına daxil deyil hansılar? Müəllimin qiymətləndirilməsi, bir də təlim metodları, meyar Təlim. qiymətləndirmə. Daha sonra bu hansı qiymətləndirmədir ki, deyirəm ki, cəmiyyətdə inteqrasiya prosesidir. Ölkələr arasında olan səviyyəni müəyyənləşdirir. İnteqrasiya beynəlxalq qiymətləndirmədir. Qiymətləndirmə. Yekun attestasiya kimlərə şamil olunur? 9-11-ci sinifə, buraxılış siniflərə. 9-11 siniflərə əlavə olunur. Daha sonra nə qaldı? Deməli, bu hansı qiymətləndirmədir ki, deyirəm ki, bu qiymətləndirməyə əsasən ayrı-ayrı siniflərdə müxtəlif fənlər üzərindən inkişaf perspektivini müəyyənləşdirməsi məqsədi ilə aparılır. Lakin məktəbdə qiymətləndirməyə təsir etmir və Milli qiymət olaraq təhsil institutu tərəfindən aparılır. Bəli, bu milli qiymətləndirmədir. Onu dövlət şagirdlər arasında həmin qiymətləndirməni aparır ki, təlimdə gedən inkişaf barəsində məlumat toplamaq üçündür. Tədqiqat xarakterlidir. Pörlüs nəyi yoxlayır? Pörlüs 2001-ci ildə yaranıb, 4-cü siniflər arasında keçirilir. Əsasən mətni oxuyub anlamaq xarakteri daşıyır, 5 ildən bir keçirilir. Bəli. Oxuyub anlama bacarıqları yoxlanılmış olur. Daha sonra pörlüsü dedik, timiz. Timiz riyaziyyat və təbiət elmləri haqqında onlar üzrə keçirilir. 1995-ci ildə yaranıbdır, amma Azərbaycanda isə bu 2001-ci ildə deyəsən yaranmışdır. 8 ildən bir keçirilir. Yox, 8 dəfə keçirilir, 4 ildən bir keçirilir. İlk dəfə 2011-ci ildə keçirilir. Bəzən görürsünüz ki, qiymətləndirmə miqdə bəzən qiymətləndirmədən salırlar bir dənə sual, bəzən soruşurlar. Daha çox isə bunu müsahibə mərhələsində daha çox soruşa bilərlər. Bax, bu beynəlxalq qiymətləndirmə haqqında. PISA hansı bacarıqları yoxlayır? PISA 15 yaşlı şagirdlər arasında keçirilir. O da 4 ildən bir keçirilən yox, 3 ildən bir, əstəğfurullah. 3 ildən bir keçirilir o. Əsas məqsəd odur ki, o da riyaziyyat, sonra təbiət, bir də oxu elmlər haqqında. Üçü bir yerdə olduğu üçün həm də deyirik, burada funksiyonal savadlılıqdan keçirir, savadlıq səviyyəsi. Bəli, funksiyonal savadlılıq da bura daxil edilir. Belə Arifə müəllimə, məncə sual cavab etmədiyim məqamlar qalmadı. Çox sağ olun. Səmaya müəllimə. Deyim ki, 3 kateqoriyada keçirilir. Təməldə, orta, bir də yüksək kateqoriyalarda keçirilir. Aha. Çox sağ olun. Keçək digər müəllimimizə. Səmaya müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Səmaya müəllimə, deyin görüm qiymətləndirməni biz niyə aparırıq? Məqsədimiz nədən ibarətdir bu qiymətləndirməni təşkil etməkdə? Qiymətləndirmə demək şagirdin nailiyyətinə qoyulmuş, elə bir nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Və ki, o ardıcıl, sistemli xarakter daşıyır, yəni təhsilin keyfiyyətinin idarə olunmasına kömək edir. Bu həm də bir də ki, o nəyə görə lazımdır ki, o həm şagirdlər üçün, həm müəllim üçün şagirdin qiymətləndirməsi, həm də şagird özü haqqında bilir, həm valideyn evladı haqqında bilir ki, nə səviyyədir. Bəli. Daha sonra mənə deyin görüm qiymətləndirmənin prinsipləri var idi. Bunlar hansılar idi? Prinsiplər bir uyğunluq idi, bir ədalətli, bir də etibarlıq idi. Aha, bax, uyğunluq nədir? Uyğunluq yəni ki, elə bil ki, təlim məqsədinə qiymət uyğun gəlməlidir də, bir-birinə uyğunlaşmalıdır təlim məqsədinə. Nəyi öyrətmişiksə, yəni onu da qiymətləndirmək. Yəni ondan artıq biz məsələn əlavələr eləməliyik. Nəyi öyrətmişik, yəni bölmədə biz nəyi öyrətmişik, onu da qiymətləndirməliyik. Daha sonra deyin görün, bəs digəri prinsipləri.
etibarlıdır. Bir də etibarlıdır, yəni ki, əgər şagird 90% məsəl üçün əldə edibsə, ad neydi, 90% götürübsə, məsəl bilir, o dərəcədə, yəni 2-3 aydan sonra da yenə də eyni səviyyədə qalmalıdır. Əgər ondan aşağı düşübsə, nətərdə burada aşağı düşüb də, yəni etibarlı burada itib pozulub. Yəni 3 aydan sonra yenə 90 dərəcə faiz almalıdır. Yəni. Ay çox uzundur. 1-2 həftə, 1 ay deyə bilərik. Ay yox. Ay çox uzun. Ay yox. 2 aya şagirdin səviyyəsi qalxa da bilər, eynə də bilər. Oxumasa şagird 2 aydan sonra 2 alacaq. Heç bir, məsəl üçün, biliyə potensial. Bəli. 2 həftə, 1 ay, 20 gündən sonra yoxlaya bilər. Eyni səviyyədə, yəni tezən eyni səviyyədə olmalıdır. Yəni nə aşağı düşməməlidir, nə yox. Ədalətli nə idi? Ədalətli, yəni qərəzsiz yanaşmaq lazımdır. Yəni ki, bu dürüst yanaşmaq lazımdır. Yəni bu qohumdur, nə bilim, bu iş yoldaşının evladıdır deyib, qərəzli yanaşmamalısan da. Hər imkanlar nəzərə alınmalıdır. Hər bir şey bunlar nəzərə alınmalıdır. bilik potensial bacarığı səviyyəsində qiymətləndirilməlidir. Daha sonra mənə Səmaya müəllimə deyin görüm, beynəlxalq qiymətləndirmənin hansı növüdür ki, deyirəm bu qiymətləndirmə şagirdlərdə riyaziyyat və təbiət elmləri üzərindən aparılır. İlk dəfə 1995-ci ildə aparılmışdır. 4 Bu temizdir müəllimə. Temizdir. Yəni bu hansı qiymətləndirmədir ki, deyirəm ki, burada funksional savadlılığı yoxlanılır. Oxuyub anlama, təbiət və riyaziyyat elmləri üzərindən 15 yaşlı şagirdlər üçün 3 ildən bir aparılır. PÖRS-dür, PÖRS. Bəli, PÖRLÜS-ə əsaslanmış o olur. Daha sonra PÖRLÜS yox. Səhv. Səhv dedim, şey deyildi o, ad neydi? Pis. Hansı bacarıqları yoxlayır? Ki, ölkə elə bir ki, 4-cü sinifəcən oxuyub anlamağı. Oxuyub anlamağı yoxlanmış olur. Diaqnostik qiymətləndirmənin məqsədi nədir? Hansı məqsədlərlə keçirilir? Kim tərəfindən keçirilir? Müəllim tərəfindən keçirilir. Bir də ki, ilkin elə bil ki, şagirdin dərs ilinin əvvəlində keçirilir və yaxud sinifdən sinifə keçəndə keçirilir. Yəni, bir bölmənin əvvəlində keçirilir. Elə bil ki, şagirdin ilkin elə bil ki, məlumat bazası yaradırsan da özündə şagird haqqında. Yəni ki, şagirdin əvvəlki bilik səviyyəsi yoxlayırsan. Bəli, ilkin məlumat bazasıdır. Diferensial yanaşmadır, fərdi yanaşmadır, təlimdə çevik dəyişikliyin edilməsidir. Bəli, bunlar məqsədləridir. Harada qeyd olunur nəticələr dedik? Nəticələr heç bir yerdə qeyd olunmur. Yaxud bir vərəq heç bir yerdə qeyd olunmur. Yəni, onu bir elə bir özün üçün ayrıca bir qeyd edə bilərsən, məsəl üçün. Qeyd edə bilər. Qeyd etmək olar. Belə yoxsa qeyd olunmur. Bəli, bir də şagird portfoliyasında saxlanılır. Qiymətləndirmə meyarları və daha sonra müəllim fəaliyyəti qiymətləndirilməsi. Qiymətləndirmə konsepsiyasına daxildir, yoxsa yox? Yox, o daxil deyil. Müəllim konsepsiyası daxil. Bax, bütün bu keçdiyimiz milli, beşgün attestasiya, bunlar hamısı daxildir, lakin bu isə qiymətləndirmələr daxil deyil. Daha sonra milli qiymətləndirmə hansı məqsədlərlə aparılır? Onu soruşdum sizdən. Yox, bunları soruşmamışsın müəllim. Milli qiymətləndirmə 3-5 ildən bir keçirilir. Yəni, ayrı-ayrı fəndlər üzrə, yəni keyfiyyətlər yoxlanılır, 3-5 ildən bir keçirilir. Bir ki, keyfiyyət dəyişiklikləri yoxlanılır da 3-5 ildən bir. Dəyərləndirilmə məqsədi ilə yoxlanılır ki, şagirdlərin bilik, bacarıq, potensial səviyyəsi nə yerdə? Nə edə bilmərik? Yəni, bunları çıxarır, xarakterlidir. Daha sonra, deməli, əziz və dəyərli Səmaya müəllimə, nə qaldı sizdən soruşmadığım? Məncə qaldı. Beynəlxalq yekun attestasiyadır. Yekun attestasiya nədir? Yekundakı, yəni ki, həm 9 sinifi, həm də 11-i qutandan sonra yekun, yəni dərsin elə bir ili başa vurduqdan sonra onların verilən qiymətlərdir, yəni aldıqları qiymətlərdir. İlin sonunda, 9-cu ilin qutaranda da, yəni
9-11-cilərə aid edilir. Bəzən Bunlara, hə. 4-2-lərdə götürürlər səhvən, yoxdur. Üç notifikasiya. Səviyyəsini başa vuranda keçirilir. Bəli. Bəs beynəlxalq qiymətləndirmə nə idi? Bu da ümumi təhsil, elə bir başqa ölkələrlə əlaqə yaradırsan, müqayisə edirsən. Öz təhsilimizin qiymətləndirmə, başqa ölkələrlə müqayisə edirsən. Yəni bir cəmiyyət inteqrasiya edirsən də. Başqa Cümay müəllimə, buyurun, çox sağ olun Səmaya müəllimə. Sağ ol. Salam müəllimə. Xeyir olsun. Cümay müəllimə, qiymətləndirməni hansı məqsədlərlə aparır? Qiymətləndirmə şagird nailiyyətini ölçmək üçün, müəllimin keçdiyi fəaliyyəti ölçmək üçün. Valideyn də qiymətləndirmə əsasında öz övladı haqqında məlumat əldə etmiş olur. Ənənəvi yanaşmada necə yanaşılırdı, müasirdə necə yanaşılır? Ənənəvidə, yəni şagird belə deyək, qiymət xatirinə, məsələn, deyir, evə gələndə soruşulurdu ki, bugün neçə qiymət almısan, amma əslində soruşulmalıdır ki, bugün nə öyrənməsən. Bəli, hansı biliyə bacarığa sahib olmusan? Hansı biliyə bacarıq əldə etmisən? Bəli, belə. Ənənəvi yanaşmada isə şagird neçə ildən qiymət alıb, sanki qiymət xatirinə oxunurdu. Bəli. Daha sonra, deməli, beynəlxalq qiymətlər məqsədlərlə aparılır, hansı proqramlar vasitəsilə aparılır? 3 proqram idi, TIMS idi, PISA idi, PIRLS idi. PISA, 3 ildən bir keçirilən qiymətləndirmə idi. 15 yaşlı uşaqlarda riyaziyyat oxu qabiliyyətinin ölçülməsi üçün. Bir də təbiət, opsional sağlıqda deyə bilərik. Hansıdır ki, deyirəm, riyaziyyat və təbiət elmləri arasında aparılır, 4-8-ci siniflərə əsaslanır. TIMS müəllim. Daha sonra, deyin görün, PIRLS hansı bacarıqları yoxlayır? PIRLS. İndi bax, təhsildə ən çox ona önəm verilir. Oxu qabiliyyəti, bəli, 4-cü sinifdə oxu qabiliyyətini Təhsil Nazirliyinin bu saat ən əsas qarşısına qoyduğu ondan ibarətdir ki, şagirdlərdə oxuyub anlama bacarıqlarını formalaşdırılır. Çünki deyir, şagird oxuduğunu anlamır, oxuduğunu dərk edə bilmir. Daha sonra... Oxuduğunu dərk edə bilərik, müəllimə, vaxt müddətinə uyğun suallar qoymurlar axı. Bəli. Daha sonra, mənə deyin görün, deməli, diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə İlkin qiymətləndirmədir. Şagirdin ilkin bilik bacarığını ölçmək üçün qiymətləndirilir. Şagird sinifdən sinifə keçdikdə və yaxud yeni bölmə və yaxud dərs ilinin əvvəlində yəni bu məqsədlərlə aparılır diaqnostik qiymətləndirmə. Qiymətləndirmədirmi? Yəni müəllim, rəsmi nətər, yəni rəsmi budur ki, yazılmır, amma yəni bu da rəsmi deyil. Yəni biz amma yazırıq axı ki, diaqnostik qiymətləndirmə aparırıq. Onu yazırıq, mövzu olaraq. Qiymət yazırıq diaqnostikə. Xeyr. də yazmırıq qiymət. Rəsmi qiymətləndirmə bir dənə summativ qiymətləndirmədir. Çünki onun rəsmi olaraq faktiki balı var, qiyməti var jurnalda. Formativdə isə yoxdur. Nədir diaqnostik qiymətləndirmədə? Rəsmi qiymətləndirmə bir dənə summativ qiymətləndirmədir. Digər qiymətləndirmədən də istifadə edirik. Məktəb daxili qiymətləndirmədir. Onun nəticələrini biz heç yerdə qeyd etmirik. Yalnız öz gündəliyimizdə qeyd etdiyimiz üçün, öz qeyd dəftərimizdə daha doğrusu qeyd etdiyimiz üçün ona görə deyilir ki, bu qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Daha sonra, ümumiyyətlə, bu diaqnostik qiymətləndirməni nə zaman keçirə bilərik? Sentyabrın ilk günü sinifdən sinifə şagird keçdikdə və yaxud bölmənin əvvəlində. Bəli. Müəllim yeni sinifə keçərsə. Yarım il ki, dərsə başlanılır, ikinci yarım il. Müəllim sinifə gələrsə, bu zamanda diaqnostik qiymətləndirmə təşkil edə bilər. Bu hansı qiymətləndirmədir ki, deyirəm ki, ayrı-ayrı fənlər üzərində müxtəlif siniflərdə keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə aparılır. 3-5 ildən bir təhsil institutu tərəfindən aparılır, tədqiqat xarakterlidir. Attestasiya kimlərə şamil olunur? 9-11-ci sinif, yəni buraxılış.
Daha sonra biz diaqnostik qiymətləndirmənin hansı üsullarından keçirə bilərik? Üsullarla, hə, müəllimə, şifahi də, yazılı da, məsələn, mən test şəklində də keçirə bilirəm. Test şəklində də keçirə bilərik, şifahi şəkildə də, yazılı, sorğu, yəni müxtəlif üsullarla, klaster, bibo üsulundan da istifadə edib yazı lövhəsində yazıb şagirdlərin biliklərini müəyyənləşdirə bilərik ki, hər hansı bir keçmiş olduğumuz mövzuya dair. Bəli, bu diaqnostik qiymətləndirməni bu üsullarla keçirmək olur. Daha sonra nə qaldı soruşmadığım, qiymətləndirmə konsepsiyasına nələr daxil deyil? Nələr daxil deyil? Müəllim. Bilmədim. Müəllim fəaliyyətinin qiymətləndirilməsi, bir də meyar. Meyarı bax siz müəyyənləşdirirsiniz. Şagirdləri hansı meyarlar əsasında qiymətləndirəcəksiniz? Bəli, o gündəlikdə olan meyarlar. Aha, bir də ki, qiymətləndirmə, müəllimin fəaliyyətinin qiymətləndirməsi. Bir neçə il bundan qabaq nə edilirdi? Diaqnostika cəlb olunurdu. İndi isə summativ nə idi Allah? İndi isə sertifikasiyaya cəlb edilir. Hə, sabahların bəlkə ağıllarına gələcək sertifikasiyanı da ləğv edib başqa bir nəsə çıxaracaqlar ortaya. Yəni, ona görə deyilir ki, bunlar qiymətləndirmə konsepsiyasına daxil deyil. Qalan digər qiymətləndirmələr hamısı konsepsiyaya daxil edilir. Neçənci ildə qəbul olunmuşdur? 2009. 2009-cu ildə qəbul olunmuşdur. Belə prinsiplər qaldı bir dənə. Prinsiplərdə deyək. Uyğunluq, bir də etibarlıq idi. Uyğunluq o idi ki, yəni keçdiyimiz mövzulardan sual tərtib olunmalıdır. Etibarlıq isə o idi ki, yəni şagird əgər deyək ki, indi qiymətləndirmə aparılır, 60-80%, hər neçə faiz olsa, yəni göstərici göstərsə, bir müddətdən sonra həmin tapşırıqdan eyni nəticəyə yaxın yəni qiymət almalıdır. Bəli. Əgər nəticə arasında fərq çoxsa, deməli bu etibarlılıq pozulur onda. Aha, bəli, hansı nəticəni göstəribsə, mən bir ay sonra da, 5 gün sonra da, 10 gün sonra da onu keçirirəmsə, o nəticəni alım. Yox, əgər köçürmə halı baş veribsə, ya və yaxud necəsə, bəli, burada artıq deməli bu... Yəni köçürmə olmasa da şagirdin yadından çıxa bilər də, indi o bu gün oxuduğumuzla. Tamam, nəsə uyğun gəlir. İndi məsələn, bax, summativ qiymətləndirmə keçirirsiniz Günay müəllimə. Məsələn, şübhəli qalır da ki, şagirdin səviyyəsi belə deyildi, Nəcəf belə yazdı. Məsələn üçün, deyirsənsə də, uşaq da dirəşir, deyir, mən köçürməmişim. 5 gün sonra həmin o sualları götürüb verirsiniz onu. Nə bilim, 10 gün sonra. Görürsünüz, uşaq yaza bilir, yaza bilmir. Heç olmasa ondan 5 düşə bilər, 10 düşə bilər də aşağı. Bir də var ki, 30% aşağı düşmək, bu düzgün deyil axı. Bəyəm oxuduğumuz bu saat yadımızdan çıxmır ki. Yox, halma, sağ olsunlar. İndi telefondan şəkili çəkilir, avtomatik cavabı çıxır da. Ehtiyac qalmır başqa. Hər şey çıxıb, hə? Bəli. Allah axırımızı xeyir eləsin o zaman. Cünay müəllimə. Sağ olun. Müəllimə, test sonda olacaq, yoxsa? Test elətdirəcəm. Əminə müəllimə, buradasınız? Görmədim sizi. Aha, buradasınız. Əminə müəllimə, buyurun. Axşamınız xeyir olsun. Xeyir olsun, Əminə müəllimə. Qiymətləndirmə nədir? Hansı məqsədlərlə aparırsınız qiymətləndirməni? Bəli, qiymətləndirmə şagird nailiyyətinə verilən şagirdin nailiyyətinə verilir də bu qiymətləndirmə. Dövlət tələbidir. Dövlət tərəfindən tələb olunur. Summativ, böyük summativ, yəni şagirdə rəsmi olaraq verilir. Ondan sonra formativ qiymətləndirmə var, diaqnostik qiymətləndirmə var, milli qiymətləndirmə var. Ondan sonra beynəlxalq qiymətləndirmə var. Beynəlxalq qiymətləndirmə hansı məqsədlərlə aparılır? Beynəlxalq qiymətləndirmələrin 4-5 ildən bir aparılır. O dövlətlər arasındadır. Mən elə başa düşürəm. Beynəlxalq qiymətləndirmə budur ki, bəli, dövlətlər arasında aparılır. İnkişaf perspektivini müəyyənləşdirməyə. Məsəl üçün, sizdə təhsilin səviyyəsi necədir, nə bilim, Türkiyədə necədir, Rusiyada necədir,
Buna görə deyilir ki, ölkələr arasında olan inkişaf perspektivinin müəyyənləşdirilməsi məqsədi ilə aparılmış olur. Bu Çünki beynəlxalq gedirdi. hansı qiymətləndirmədir ki, deyirəm ki, belə deyə bilərik ki, müxtəlif siniflər üzərində ayrı-ayrı fənlər arasında aparılır, tədqiqat xarakterlidir, keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə aparılır, 3-5 ildən bir təhsil institutu tərəfindən. Milli qiymətləndirmə. Yekun attestasiya kimlərə şamil olunur? 11-ci sinif şagirdlərinə. Bəs 9? 9-11 buraxılış siniflərə yadımdan çıxdı. 9, 11. Daha sonra daha məqsədlər özündə daşıyır. Nətər müəllim? Boğazıma etdirmişdim. Aha, PISA. PISA 1-ci, 4-cü siniflər arasında yazı xarakterli, yəni belə bir şey aparılır da. Aha. Məktəblərdə olur. Aha, 4-cü siniflərdə. Riyaziyyat, təbiət, ana dili. aha. Bir də oxuyub anlama bacarıqları yoxlanılır. Yəni bunu həm də funksional savadlılıq da deyə bilərik. Daha sonra hansı qiymətləndirmədir beynəlxalq qiymətləndirmədən ki, deyirəm yalnız oxuyub anlama bacarığı yoxlanılır. 5 ildən bir, ilk dəfə 4-cü deyəndə, yəni 4-cü sinifdə aparılır, bir də 9-da aparılır. 5 ildən bir aparılmış olur. İlk dəfə də 2001-ci ildə keçirilmişdir. 2001-ci ildə TİMES yoxsa TİMES yox. PISA-dır, nədir? PISA. PIRBS. Aha, TİMES hansı məqsədi özündə daşıyır? TİMES elə ki, nə deyirlər? Bu TİMES qiymətləndirmə şagird riyaziyyat və təbiət elmləri idi. Təbiət elmlərinə əsaslanmış olur. Daha sonra deməli, Əminə müəllimə, mənə deyin görüm, diaqnostik qiymətləndirmənin hansı məqsədləri özündə daşıyır? Diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində keçirilir. Bir də sinifdən sinifə, məktəb, uşaq, şagird məktəbi dəyişən vaxtı diaqnostik qiymətləndirmədən keçir ki, görək bu məsəl üçün necə şagirddir, necə bilik bacarığı nə yerdədir, özünün əqli nə yerdədir, yəni bu mənada yoxlanılır, sağlamlığı nə yerdədir. Aha. Daha sonra sağlamlığı yox da, diaqnostik qiymətləndirmə şagirdin bilik bacarıq potensialı. Bizdə fiziki tərbiyədə olurdu, bizdə elə, çünki Olar. Azyan həyat tutumu, nə bilim, boy çəki indeksi bizdə olur. Nədir zorğusu? Olar. Bizdə var, ona görə. Olar. Daha sonra mənə deyin görüm, Əminə müəllimə. Nə qaldı burada? Diaqnostik qiymətləndirmənin məqsədlərini dedik. Dedikdə məqsədi odur ki, şagird sinifdən, dərsinin əvvəlində diaqnostikadan, yəni məqsədi budur ki, baxışdan keçirilir də. Aha. Bax, inkişaf perspektivinə dəyişiklik edə bilərik, təlim prosesinə dəyişiklik edə bilərik, məlumat əldə edirik şagird haqqında, diferensial yanaşırıq, fərdi yanaşmanı əsas götürürük. Yəni bunlar kim tərəfindən aparılır? Diaqnostik müəllim tərəfindən. Yəni tədris edən müəllim tərəfindən. Bəs harda qeyd olunur nəticələri? Kağız üzərində də, yəni qeydlər aparılır. Ümumiyyətlə bu qiymətləndirmə rəsmi qiymətləndirmədirmi? Xeyr, müəllimin üçün platformasında, yəni belə bir qeydlər, öz üçün qeydlər aparır. Yox, rəsmi deyil. Formativlə diaqnostik rəsmi deyil. Yalnız summativ və böyük summativ qiymətləndirmə rəsmidir. Yəni, məsələn, deyirik ki, bu şagird portfoliyasında bir də müəllimin qeyd dəftərində qeyd olunmuş olur. Daha sonra Əminə müəllimə prinsipləri dediniz, məncə dediniz. Prinsiplər hansılar idi? Prinsipi, uyğunluq, bir də etibarlıq deyirsiniz.
təlim məqsədləri, Aha. bir də etibarlılıqda qiymətləndirmə nəticəsində məsəl üçün etibarlı olmalıdır. Faiz göstəricisi zadı belə hansı etibarlı olmalıdır. olmalıdır. Şagird 80 bal toplayıbsa, mən bunu sabah da keçirsəm, 10 gün sonra da keçirsəm, bir ay sonra da keçirsəm, yenə də 80% olmalıdır. Əgər aşağıdırsa, deməli, məsəl üçün, deyək 60, 50, nə bilim, 65, belədirsə, deməli, hər hansısa bir hal baş vermiş olub. Nasıldır? Əkbər müəllim, Sağ olun. Çox sağ olun. Bəli müəllim, daha axşamınız söyləsin. deyin görün mənə. Deməli, biz qiymətləndirməni hansı məqsədlərlə aparırıq? Qiymətləndirməni şagirdlərin bilik və bacarıqların səviyyəsinin yerlənməsi məqsədi ilə aparırıq. Dövlət qoyduğu standartda qiymətləndirmə, həm də şagirdlərin əldə etdiyi nailiyyətləri, valideynlərin şagirdlərin necə oxuyub oxumamağı səviyyəsinin ölçülməsi üçün. Deyin görüm, ənənəvi yanaşmada necə baxılırdı, burada necə baxılır? Ənənəvi yanaşmada şagirdə məsəl üçün qiymət yazırdıq 4-5 qiymətin budur, amma indi şagirdin qabiliyyətini aşkarlayıb ortaya çıxartmaqda, hansı bacarığı var, şagirdi o bacarığı üzrə yönləndirmək. Daha sonra, qiymətləndirmənin hansı növləri var? Qiymətləndirmənin milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, yekun qiymətləndirmə, bir də məktəb daxili qiymətləndirmə. Bax, məktəb daxili qiymətləndirmənin növləri hansılardır? Məktəb daxili qiymətləndirmənin növləri summativ qiymətləndirmədir, formativ qiymətləndirmədir müəllimə. Bir də diaqnostik qiymətləndirmə. Bu hansı qiymətləndirmədir ki, deyirəm, müxtəlif siniflər üzərindən keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədilə aparılır, tədqiqat xarakterlidir. Təhsil institutu tərəfindən 3-5 ildən bir aparıla bilər. O beynəlxalq qiymətləndirmədir. Yox, milli qiymətləndirmə, bağışlayın müəllimə, milli. Cəmiyyətə inteqrasiya prosesi bəs? O cəmiyyətə inteqrasiya beynəlxalq qiymətləndirmədir. Bəs desəm ki, ümumiyyətlə yekun attestasiya kimlərə şamil olunur? Buraxılış siniflərə, müəllimə 9-cu 11-ci siniflərə. 11 siniflərə şamil edilmiş olur. Qiymətləndirmənin prinsipləri hansılar idi? Qiymətləndirmənin prinsipləri uyğunluq, etibarlıq bir də ədalətlilik. Məqsədin uyğunluğu dedikdə nə nəzərdə tutulur? Uyğunluq dedikdə mövzudan kənara çıxmamaqda, şagirdə hansı mövzunu verirsə ona uyğun məqsədimizi qurma dərsi Bəli, summativ olsun. Yəni, nəyə keçmişsiz deyir, onu qiymətləndirin də. Başqa nə əvvəlki bölmədən gedən sual verin şagirdə, summativ. Bəli, nə də bundan sonraki bölmədə. Yəni, nədir, ona əsaslanır. Etibarlılıq nə idi bəs? Etibarlılıq da eyni səviyyədə olmalıdır. Şagirdə da eyni yanaşma olmalıdır. Bəli. Eyni yanaşma olmalıdır. Məsəl üçün, deyək ki, şagird 90% göstərirsə, mən bunu nə zaman istəsəm keçirsəm, o yenə 90%-ni göstərməlidir. Ən az göstərə bilər 92, ən az göstərsə də, deyək ki, 88, nə bilim 85, onlarda indi uşaqdır, bəlkə bir sualın cavabını bilməz. Lakin əgərləri hər hansısa bir, məsəl deyən, 90 toplayan uşaq birdən-birə gəlir 70, nə bilim 60 toplayırsa, deməli, burada hər hansısa bir Bəli. Daha sonra beynəlxalq qiymətləndirmənin hansı qiymətləndirmədir ki, deyirəm, bu oxuyub anlama bacarıqlarını yoxlayır. 4-9 siniflərdə 5 ildən bir, ilk dəfə 2001-ci ildə keçirilmişdir. PISA olmalıdır. PISA. Bəs PISA hansı məqsədlə aparılır? PISA-dan 15 yaşlı şagirdlərdə aparılır. 3-5 ildən bir keçirilirdi o da, səhv eləmirəmsə.
3-5 yox, 3 ildən bir aparılır. 15 yaşlı şagirdlərdə hansı bacarıqları yoxlayır? Oxuyub anlama bacarıqları idi. Oxuyub anlama, funksional savallıq deyirik. Funksional savallıq olanda həm riyaziyyat, həm təbiət, həm də oxuyub anlama bacarıqlarına əsaslanmış olacaq. TIMS hansı məqsədlərlə aparılır? TIMS-də riyaziyyat və təbiət elmləri üzrə aparılır. Qiymətləndirici proqramına aiddir. Təbiət elmləri üzərində aparılır. Neçənci siniflərdə? O aparılırdı 4-cü, 8-ci siniflərdə. Siniflərdə aparılmış olur. Diaqnostik qiymətləndirmənin məqsədləri nədir? Hansı məqsədlərlə biz diaqnostik keçirə bilərik? Diaqnostik qiymətləndirmənin məqsədləri o da şagirdlərin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirir. Bu da birinci yarımilin əvvəlində, ikinci yarımilin əvvəlində və yaxud da şagirdin dəyişiklik eləyəndə, müəllim sinifə yeni gələndə şagirdlərin onda diaqnostik qiymətləndirmə aparılır. Nəticəni biz harada yazırıq? Müəllim özündə qeyd edir də onu. Git portfoliyasında saxlanılır. Saxlanılır, bəli. Amma sonra qiymətləndirmə konsepsiyasına nələr daxil deyil? Nələr daxil deyil qiymətləndirmə konsepsiyasına? Ora daxil deyil meyarlar müəllim fəaliyyəti bir də. Bəli, meyarlar və müəllim fəaliyyətinin qiymətləndirməsidir ki, qiymətləndirmə konsepsiyasına daxil deyil. Belə, Bər müəllim, çox sağ olun. Sağ olun. İmran müəllim, buyurun. Salam müəllim, axşamınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. İmran müəllim, deyin görün mənə qiymətləndirmənin neçə növü var? Qiymətləndirmənin milli qiymətləndirmə, məktəb daxilidə beynəlxalq qiymətləndirmə, yekun attestasiya qiymətləndirmə. Bu hansı qiymətləndirmədir ki, deyirəm ki, ayrı-ayrı fənlər üzərindən, müxtəlif siniflər üzrə keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə aparılır, tədqiqat xarakterlidir. Məktəb daxili qiymətləndirməyə təsir etmir. Bu milli qiymətləndirmələrdir. Attestasiya kimlərə şamil olunur? Bu, məsələn, müəllimlərin sertifikasiyası, məsələn, Kimlərə şamil olunur? yekun attestasiya. Kimə şamil olunmur? Olunur. Deyirəm ki, yox, onu qiymətləndirmə konsepsiyasını soruşmuram. Deyirəm ki, yekun attestasiya kimlərə şamil olunur? Qiymətləndirmənin növlərindən biri yekun attestasiyadır. Müəllimlərə yox. Təhsilin hansı səviyyəsidir, hansı pilləsidir ki, yekun vurulur? Ümumi təhsildə, tam orta təhsildə Tam orta başarılıdır. Bəli. Bunda olacaq neçənci sinifləri yekun attestasiya cəlb olunur? 11 siniflər. Günlər birilərin imtahanı idi bəzi bölgələr üzərindən. Bəli, bax, onların üzərindən yekun vurulur. Yekun attestasiya. Bunlar 11 illik bazanı bitiriblər. Məsələn, digər 9-cu siniflər gələn ay imtahan verəcək. Yəni, 9-11-ci siniflər yekun attestasiyaya cəlb olunmuş olur. Hansı qiymətləndirmə idi? Deyirəm ki, inkişaf perspektivlərinin yoxlanılması məqsədi ilə aparılır, cəmiyyətə inteqrasiya prosesidir. Cəmiyyətə. Bu, cəmiyyət varsa, bəli, cəmiyyət varsa, beynəlxalqdır da, beynəlxalq qiymətləndirmədən söhbət gedir. Beynəlxalq qiymətləndirmənin növlərindən PISA hansı bacarıqları yoxlayır? Deməli, PISA hansı bacarıqları? PISA deməli, məktəbdə oxuyub anlama, yox, riyaziyyat elminin, məsələn, qiymətləndirməsidir. Sonra Riyaziyyat, bax, PISA-dan söhbət gedir. Burada funksional savadlılıq varsa,
hansılar öz əksini tapacaq? Savadlı varsa bu 3 ildən bir təşkil olunub PISA. Sonra 15 yaşda şagirdlərin oxudu, riyaziyyatdır. Aha, təbiət elmi. Sonra işte qazandıqları bilikləri. Bax, deyirik, Təbiət. ya, özünüz üçün ya qeyd edin. PISA funksional savallılıqdır. Burada hər üçü, məsəl üçün, digərlərinin birində 2 bacarıq yoxlanılır, birində 1 bacarıq. Bunlar üçü birləşərək hamısını PISA-da yoxlayırıq. Həm təbiət elmləri, həm oxu bacarıqları, həm də riyazi savallılıq. Bunlar yoxlanılır PISA-da. 15 yaşlı şagirdlər arasında 3 ildən bir keçirilmiş olur. İlk dəfə də 2000-ci ildə keçirilmişdir. Bəs, deməli, PISA hansı bacarıq, PISA-nı dedik, Pörlüs hansı bacarıqları yoxlayır? Pörlüs oxuyub anlama, məsələn, mətnin oxuyub anlama keyfiyyəti araşdırır, xidmət edir. Bəli, oxuyub anlama. Bu da 5 ildən bir keçirdi. Bəli. Bəs Teams? Deməli, Teams'də riyaziyyat və təbiət elmləri üzrə qiymətləndirmə aparılır. Burada da 4 ildən bir, 4-8 səfər üzərindən aparılmış olur. Diaqnostik qiymətləndirmənin məqsədi nədir? diagnostik qiymətləndirmə məqsədi məsələn ilin əvvəlində, məsələn bölmənin əvvəlində şagirdin köynə bildikləri məsələn qiymətləndirirsən, məsələn ya keçən şey, ya bizdə məsələn normativlərdir. Ümumi qiymətləndirmə aparırsan və o nəticəyə gəlirsən ki, bu məsələn nəyi bacarır, nəyi bacarmır, nəyi bilir, nəyi bilmir. Ondan sonra məsələn dərsləri keçməyə başlayırsan və əvvəlcədən məsələn bunun nailiyyətini bilirsən, məsələn qiymətləndirmə aparırsan, diagnostik qiymətləndirmə. Aha, diagnostik Yeni gəlmə şagirdlərdə də olur, məsələn dərsin məsələn yarım ilin ya da 2-3 ay keçib məktəbə yeni gəlibsə, onunla da diagnostik aparmalı. Aha. Diagnostik qiymətləndirmənin nəticələrini biz harda qeyd edirik? Nəticələrin müəllim özünün adı məsələn dəftərcəsi olur, ya məsələn qeydlərini aparır, ancaq belə rəsmi sənəddə qeyd olunmur. Aha. Rəsmi sənəddə qeyd olunur. Özü üçün gündəliyində şagird portfoliyasında saxlanıla bilər. Deməli, prinsipləri hansıları idi? Prinsipləri uyğunluq, vahidlik, etibarlılıq, Uyğunluq nədir? şəffaflıq. Uyğunluq, məsələn, müəllim hansı mövzunu keçibsə, məsələn, ona aid suallar verməlidir. Başqa mövzudan, məsələn, nəyi keçibsə başqa mövzudan suallar verməməlidir. Etibarlıq? Etibarlıq, məsələn, bir kəsəqədən, məsələn, 50 alır, sonra olursa kəsəqədən 90 ala bilməz. Yəni, bir-birinin yaxın olmalıdır ballar. Yəni, burada uyğunluq prinsipi pozulur. Etibarlıq pozulur. Ədalətlilik nə idi bəs? Ədalətli, yəni qiymətləndirmə prosesində müəllim ədalətli olmalıdır, şəffaflıq yol verməlidir. Yəni, qərəzli şəkildə qiyməti kəsməməlidir, ya da kimisə tanışır deyənə yüksək qiymət verməməlidir. Əlaç. Daha sonra nə qaldı soruşmadığım? Konsepsiya qaldı. Qiymətləndirmə konsepsiyasına nələr daxildir? Qiymətləndirmə meyarı idi. Müəllim fəaliyyət qiymətləndirməsi idi. Bəli, qiymətləndirmə meyarı və müəllim fəaliyyətinin qiymətləndirməsi konsepsiyaya daxil deyil. Belə çox sağ olun İmran müəllim. Sənan müəllim, buyurun zəhmət olmazsa. Daha sonra test işləyəcəm. Qayd atacağım özümüzə işləyəcəksiniz. Bir də qarışıq olur. Müəllim, deyin görüm qiymətləndirmənin hansı məqsədlərlə aparılır? Qiymətləndirməni şagirdlərin bilik və bacarığı yoxlamaq üçün aparılır.
Bəli. Daha sonra qiymətləndirmə konsepsiyasına nələr daxil deyil deyirik? Nələr daxil deyil? Aha. Nələr daxil Yəni deyil? nüans var idi ki, daxil deyildi. Bax, sonda İmran müəllimə verdiyim sual idi. Müəllim fəaliyyətinin qiymətləndirilməsi və Müəllim fəaliyyətinin qiymətləndirilməsi diaqnostik qiymətləndirmə hansı məqsədlərlə aparılır? diaqnostik qiymətləndirmə Adından da göründüyü ki, bax, ilkin diaqnoz. Aha. Hansı məqsədləri özündə daşıya bilər? təlim məqsədlərinin sevinclik dəyişikliyi aparmaq. Bunlar desin. Bəli. Sonra təlim strategiyalarını seviyə dəyişiklik etmək, Aha. İlkin Fərdi məlumat yanaşma. bazası. fərdi yanaşma, Bəli, diferensiallıq. Bunlar hamısı yer alacaq harda? diaqnostik qiymətləndirmə. Harda yazılır qiymətləndirmənin cavabları, ümumiyyətlə rəsmi qiymətləndirmədir, harda qeyd olunur? Dərsinin ikinci yarımında Ümumiyyətlə qiymətləndirməni, məsələn, diaqnostik keçirtdik. Bunun cavablarını hara qeyd edilir? Jurnala yoxsa necə? jurnallar qeyd olunur. Yox, diaqnostik qiymətləndirmə jurnala nəticəsi qeyd olunur. Bircə dənə rəsmi qiymətləndirmə summativdir. Nə formativ, nə bu rəsmi qiymətləndirmə sayılmır. Çünki onun yəni qiymət olaraq heç ara biz yazmırıq. Dövlətin sənədinə yazmırıq ki, bu rəsmi sayılsın. Sadəcə ora formativ qiymətləndirmə, bəli, özünüzdə qeyd edirsiniz. Formativ qiymətləndirmə məqsədi odur ki, şagirdləri summativ qiymətləndirməyə qədər inkişaf etdirmiş olsun. Olduğu yerdən olmalı olduğu yerə aparılsın. Buyurun Əkbər müəllim, əl qaldırınız. Müəllimə, bağışlayın bir dəqiqə, dərs vaxtı. O diaqnostik qiymətləndirmə bizdə elə bil proqramda var. O elə bir dərs ilinin əvvəlində proqramda qeyd olunur. Hamıda var. Hamının fəndində, məsəl üçün, ən birinci diaqnostik qiymətləndirmə verir. Birinci. Jurnala burada dərslikdən biz deyirik qeyd olunmur, amma jurnala qeyd olunmur. Adını yazırsınız da ki, məsəl üçün, diaqnostik qiymətləndirməni keçirmişsiniz. Onun nəticələrini açıb jurnalın arxasına ya və yaxud jurnal yazdığınız yazırsınız. Aydın müəllim, xeyr. Yazmırsınız. Bu olur. Deməli, Deyirəm, boy, çəki, surət, güc, əyəcəni bunlar yazılır bədən tərbiyəsində. Yəni, məsəl üçün, şagirddir, nəsə bir normativ vermişsiniz, onun 5-ini eləyib, nə bilim, deyək ki, 7 normativ verirsiniz, 5-ini eləyir, 2-sini eləmir. Onu harasa yazırsınız. Sağlamlıq. Xeyr, yazılmır o. Bax, bunlar ona görə deyilir ki, bu rəsmi qiymətləndirmə. Belə. Çox sağ olun. Daha sonra nəyi soruşurdum sizdən? Diaqnostik qiymətləndirməni dedik ki, heç arada yazılmır. Kim tərəfindən keçirilir? Diaqnostik qiymətləndirmə müəllim tərəfindən. Fənni tədris edən müəllim tərəfindən. Hansı qiymətləndirmədir ki, Sənan müəllim? Deyirəm ki, cəmiyyətə inteqrasiya prosesidir, ölkələr arasındakı inkişaf dəyişikliklərini dəyərləndirilməsi məqsədi ilə aparılır. Cəmiyyət beynəlxalq qiymətləndirmədir. Hansı qiymətləndirmədir? Əla. Deyirəm, hansı qiymətləndirmədir ki, bu qiymətləndirmə tədqiqat xarakterlidir, 3-5 ildən bir aparılır, təhsil institutu aparır ki, ayrı-ayrı siniflərdə keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə. Məktəb daxili. Məktəb daxiliyyədə təhsil etmir. Hansı olacaq? Tədqiqat xarakterlidir. Təhsil institutu özü göndərir sualları. Milli. Təhsil institutu özü göndərir sualları, işlədilir, yenidən qaytarılır onlara. Və baxırlar ki, görək şagirdin biliyi, bacarıqları, potensialı nə yerdədir? Yəni, hansı dəyişiklikləri edə bilərik, can yananlar elde eləyirlər onsuzda. Daha sonra, deməli, nə qaldı soruşmadığım sizdən? PISA hansı məqsədi daşıyır?
Bax, beynəlxalq qiymətləndirmədən PISA var burada, Perlis var, Timis var. Onda mən deyim, siz deyin görün, bax, bu hansı bacarıqlardır ki, deyirik ki, buna aiddir. Deyirəm ki, oxuyub anlama bacarıqlarını yoxlayır. 5 ildən bir, 4-9 siniflər arasında keçirilir. İlk dəfə 2001-ci ildə keçirilmişdir. Söhbət hansından gedir? 5 ildən bir keçirilmişdi. Siz mənim ürəyimi yatışdıracaqsınız. Aha. Deyib. Çünki oxumursunuz yaxşı. Mən elə ən axırda sizdən soruşuram ki, bu suallar düzdür. Ümumiyyətlə, bəzən belə qiymətləndirmədən salanda soruşula bilər. Amma çox da məsələn beynəlxalq qiymətləndirmə düşmür. Amma bir də gördün ki, xarakteri xüsusiyyətlərini verəndə qiymətləndirməyə aid soruşula bilər ki, bu hansı qiymətləndirmənin xarakteri xüsusiyyətləridir? Bir neçə məsəl üçün qiymətləndirmə növünə aid xüsusiyyətlər qoya bilər və hansınınsa bir xüsusiyyətini soruşa bilər. Ona görə deyirəm ki, bilin ki, bu nədir, o nədir? Yəni bir-bir onları mən sizdən soruşuram. Uzağı da ki, qiymətləndirmədən bircə dənə sual salacaqlar. Çox da sual salmırlar. İstəyir, o summativ də ola bilər, formativ də, diagnostik də. Belə. Bu da PISA idi. PISA yox, Perlis. Hansı bacarıq yoxlayır? Bax, burada funksional savadlar var. Bayaqları deyirdim. Funksional deyəndə nə başa düşürsünüz sən müəllim? Funksional deyəndə. Hər tərəfli də, yəni bir bacarıq deyil, burada bütün bacarıqlardan söhbət gedir. Bax, bir var ki, biri yoxlayır, oxuyub anlamalı. Digəri yoxlayır təbiət elmləri və riyazi fənləri. Bu isə funksional savadlılıqdır. Bax, həm təbiəti yoxlayır, həm riyaziyyatı yoxlayır, həm də oxuyub anlamanı yoxlayır. 15 yaşlı şagirdlər arasında keçirilir, 3 ildən bir yenidən keçirilir. Daha sonra qiymətləndirmənin prinsipləri hansılardır? Qiymətləndirmənin prinsipləri. Testlər işləyirsiniz. Testlər işləyir. Vaxt tapdığınız iş. Testlər işləyir, necə olmasa. Bir də may ayında mütləq ki, bir dənə də dərs buraxmırsınız. Hər gün mənim dərsim olacaq. İndi bir saat müəyyənləşdirəcəm Allahın verən günü. Yəqin ki, axşam saatlarında olacaq. Bəlkə 7-də olacaq, 6-da olacaq, nə bilim, 8-də olacaq. Hər gün olacaq. Digər qrupları da hamımız üçün keçəcəm, amma ki, yəni test işləyəcəksiniz. Yəni, heç olmasa o dərsləri buraxmayın. Heç olmasa test işləyin. Əgər belə məsələ ola bilər, bəlkə fikrinizi ifadə etməkdə çətinlik çəkirsiniz, amma ki, yəni heç olmasa testləri işləyin, atın ki, görüm ki, nəsə eləyirsiniz də. Boş bekar dayanmaya. Oldu. Kiçək başlayaq testimizi işləməyə.